Beşinci dəlil ki, Ömər ibn Xattabla Ümmü Külsumun evliliyinin əfsanə olduğunu sübut eləyir. Bunlar ki, iddia eləyirlər, Şiə kitablarında da, Mötəbər kitabında, Usul-ü Kafidə bu evlilikdən söhbət gedir. Amma gəlin Usul-ü Kafiyə baxaq. Görəyin doğrudan da belə bir şey vardır Şiə kitabında yoxsa yox. Usul-ü Kafiyə keçməmişdən əvvəl Səhih Buxaridən, Həzrət Peyğəmbərimizdən, Səhih Buxari sünnilərin, vəhabilərin bir nömrəli kitabıdır. Deməli, bu kitabdan sizə bir hədis oxuyacağam ki, yadınızda saxlayın. Səhih Buxarinin Dari İbn Kəsirdə çap olubdur, Beyrutda, Livanda. 2002-ci ildə birinci növbədə çap olubdur bu kitab. 1808-ci səhifəsində 14-cü babda 7319-cu hədis və 7320-ci hədislər. Bu hədislərdə Həzrət Peyğəmbərimiz belə buyurur. Buyurur ki, qiyamət günü olmayacaq, qiyamət bərpa olmayacaq, məgər bu ki, mənim ümmətim keçmiş ümmətlərdə nə hadisələr olubdur, necə əməl eləyiblər, nə rəftarlar eləyiblər, onu qarış bə qarış və zira bə zira onu əməl eləyəcəklər. O işlərin hamısını görəcəklər, yəni keçən qövmlərdə nə olubdursa, mənim də qövmüm, mənim də ümmətim onları eləyəcəklər. Bunu yadınızda saxlayın. İndi Usul-ü Kafiyə gələcək. Usul-ü Kafinin bir bölməsi də vardı, Furu-i Kafi. Yəni 3 bölümə bölünübdür. Usul-ü Kafi, Furu-i Kafi, Ravzatul Kafi. Deməli, bu Furu-i Kafinin 5-ci cildində Mənşuratul Fəzr Beyrutda çap olubdur bu kitab. 208-ci səhifədə 214-cü babu Təzvici Ümmü Külsum. Burada 2 dənə xəbər gətiriblər. Bu 2 xəbərin birinə Sünni cəmaatı, Vəhhabi cəmaatı istinad eləyir və deyir ki, Şiə kitablarında da belə bir şey vardır ki, Ümmü Külsumla Ömər ibn Xattab izdivac eləyib. Amma gəlin oxuyaq. Burada İmam Sadiq əleyhissalamdan bir xəbəri gətirir Şeyx Quleyni. Deməli, burada deyir ki, qalə, yəni İmam Sadiq əleyhissalam belə buyurdu. Ləmmə xatəbə iləyhi qalə ləhu əmirul müminin innəhə sabiyyətun. Buyurur ki, İmam Sadiq əleyhissalam, o zaman ki, Ömər ibn Xattab gəldi və elçilik etdi əmirəl müminin Əli əleyhissalamdan Ümmü Külsum adlı bir qızı, Həzrəti Əli əleyhissalam belə buyurdu. İnnəhə sabiyyətun. O, uşaqdır, az yaşlıdır, körpədir. Deməli, ardında qalə, fəlləqiyəl əbbəsə fəqalələ. Ömər ibn Xattabı Həzrət Əli əleyhissalam rədd eləyəndən sonra Ömər ibn Xattab gedir və qabağa gəlir Abbas ilə, Peyğəmbərimizin əmsi ilə. Orada bir-birini mülaqat eləyirlər. Ömər ibn Xattab orada deyir ki, mənim nə problemim vardı? Məndə nə işgal görürsünüz? Abbas deyir ki, nə olubdur, nə baş veribdir? Ömər ibn Xattab qayıdıb deyir ki, xatəbtu ilə ibn əxikə fərəddəni. Mən getdim, elçilik etdim sənin qardaşın oğlundan ki, Ümmü Külsumu və o məni rədd elədi. Və ardında Ömər ibn Xattab diqqət eləyin nə deyir? And içir burada. Əmə vallahi ləuəvvirənnə zəmzəmə və lə əd'u ləkum məkrumətən illə hədəmtuhə. And olsun Allaha ki, zəmzəm bulağını dolduracam. And olsun Allaha ki, mən sizə heç bir kəramət qoymayacam, hamısını hədm eləyəcəm, məhv eləyəcəm. Və ardında diqqət eləyin, görün nə deyir? Və lə uqimənnə aleyhi şəhidəyni bi ənəhu sərəqə və lə əqtəənnə yəminəhu. Belə deyir Ömər ibn Xattab, deyir ki, 2 dənə şahid gətirəcəm ki, Əli əleyhissalamın oğurluğuna, oğru olduğuna şahidlik eləsinlər və onun əllərini kəstirəcəm. Ömər ibn Xattab və Ümmü Külsumun evlilik keyfiyyəti Şiə kitablarında, Şiə Mötəbər kitabındakı sünnilər, vəhabilər özlərini öldürürlər. Hay Şiə kitabında gəlibdir, bax budur. Ömər ibn Xattab burada təhdid eləyir Həzrəti Əli əleyhissalamı. Niyə? Buna görə ki, Həzrəti Əli əleyhissalam onu rədd eləyibdir. Deyibdir ki, bu qız körpə yaşlıdır. Bu qız uşaqdır. Ona görə Ömər ibn Xattab burada nə eləyir? Təhdid eləyir. Ardına diqqət eləyir. Fəətəhul Abbasu fəəxbərahu. Abbas gəlir və bu xəbəri Həzrəti Əli əleyhissalama yetirir. Və səəlahu. Və bu istəyir ki, bu işi Abbasın özünə, Həzrəti Əli əleyhissalam bu işi Abbasa tapşırsın. Və səəlahu ən yəc'aləl əmrə iləyhi fəcəaləhu iləyh. Abbas bu işin ona tapşırılmağını istəyir və Həzrət Əli əleyhissalam da özü razı olmur. Bəlkə tapşırır kimə? Abbasa. Burada neçə nüqtə vardı, diqqət eləyin. Birincisi, burada heç bir yerində yazmayıbdır ki, Həzrəti Zəhra salamullah əleyhanın qızı Ümmü Külsum. Burada heç bir yerində yazmayıbdır. Həzrəti Zəhranın qızı, Həzrəti Əli əleyhissalam və Həzrəti Zəhradan olan Ümmü Külsum adlı bir qızla burada Ömər ibn Xattab evlənibdir. Heç ümumiyyətlə hələ evlilikdən söhbət getmir bu xəbərdə. Sonra burada Ömər ibn Xattab gəlib təhdid eləyir. Ondan əlavə, Həzrəti Əli əleyhissalam burada özü razı olmur heç. Özünün rizayəti olmur, hələ tutaq ki, bu evlilik baş versə. Onu kimə tapşırır? Abbasa tapşırır. İndi isə sizlərə bayaq oxuduğum Səhih Buxaridəki hədisi yadınıza salın. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ki, buyurur,
keçmiş qövmlərdə nə əməllər eləyiblər, nə işlər görüblər, nə hadisələr olubdur. Onların hamısını qarış-bə-qarış, zira-bə-zira mənim ümmətim eləyəcəklər. Qur'an-ı Kərimdə Həzrəti Lut əleyhissalamın cərəyanına baxsaz, məsələsini orada dastanına baxsaz, görəcəksiniz ki, Həzrəti Lut əleyhissalamın yanına ki, 2 dənə mələk gəlibdir, orada insan surətində, gözəl göyçək insan surətində gəlibdir. Həzrəti Lut əleyhissalamın qövmü, o pis qövmü, livatkar qövmü, onlar gəlib dayanıblar evin qapısının ağzına, deyirlər ki, biz gərək bunlarla, sənin qonaqlarınla bu işi görək, yəni livat işini görək. Həzrəti Lut əleyhissalam da nə eləyir burada? Həzrəti Lut əleyhissalam Allahın peyğəmbəri idi. Peyğəmbərlik isə Allahın verdiyi məqamdır, ilahi bir məqamdır, ilahi bir mənsəbdir. Əgər Həzrəti Lut əleyhissalamın qövmü onun qonaqları ilə o işi görsələr, peyğəmbərliyin abırı gedəcək, heysiyyəti gedəcək, peyğəmbərlik ilahi məqam və mənsəbə xələl varid olacaq. Ona görə də Həzrəti Lut əleyhissalam nə iş görür? Həzrəti Lut əleyhissalam öz paç qızlarını buyurur ki, mən sizə bu paç qızlarımı verirəm, bunlarla izdivac eləyin. Və halbuki Həzrəti Lut əleyhissalam bilir öz qövmü nə mürdar qövmdür. Amma bu tərəfdən əhəm-mühüm eləyir və əhəmmi tutur. Ən mühüm işi tutur ki, ilahi mənsəbə xələl varid olmasın. Eynən belə bir iş Həzrəti Peyğəmbərimizin də qövmündə, ümmətində olur. Buna oxşar bir iş. Elə həmən Həzrəti Əleyhisselamın bu cərəyanı. Ümmü Külsum ilə Ömər ibn Xattabın bu evlilik cərəyanı. Əzizlər, hələ tutaq ki, burada Ümmü Külsum elə Həzrəti Əleyhisselamın öz qızı olsun. Yəni başqa bir variantlarda vardır ki, 99% deməli bu söhbət gəlir qabağa ki, bəli, bu Ümmü Külsum həmən Ümmü Külsumdur ki, Əbu Bəkirin qızı olubdur. Belə ki, Əbu Bəkir öləndən sonra Həzrət Əli əleyhissalam Əbu Bəkirin xanımlarının bəziləri ilə evlənibdir və Muhammed ibn Əbi Bəkir kimi bir oğlanlar, cavanlar Həzrət Əli əleyhissalamın yanında tərbiyə olubdur. Böyüyübdür. Necə ki, Muhammed ibn Əbi Bəkir Həzrəti Əli əleyhissalamın yanında olubdur, eynən o cürdə Ümmü Külsum Həzrəti Əli əleyhissalamın rəbibəsi olubdur. Yəni, Həzrəti Əli əleyhissalamın evində böyüyübdür. Bu Ümmü Külsum da həmən Əbu Bəkirin qızı olubdur. Amma hər bir halda, gəlin deyək ki, bəli, olsun Həzrəti Fatimi Zəhra salamullah əleyha və Həzrəti Əlidən olan qız elə Ümmü Külsum. Deyək ki, elə bir qızı burada Ömər ibn Xattab gəlibdir, onu elçilik eləyibdir və onunla evlənibdir. Amma həqiqətə baxın. Ömər ibn Xattab gəlib burada təhdid eləyir, 3 dənə təhdid eləyir, and içir. Burada Həzrəti Əli əleyhissalam nə etməlidir? Məcbur qalıb nə etməlidir? Burada müztərr olubdur Həzrəti Əli əleyhissalam. Bu adam, bu Ömər ibn Xattab gəlib Həzrəti Əli əleyhissalamın imamət məqamını ki, imamət məqamı ilahi bir məqam və mənsəbdir. Allahdır ki, təyin eləyir kim imam olsun yer üzündə. Həzrəti İbrahim əleyhissalamın cərəyanına baxsaz Quranda imamət mənsəbinin məqamını Allahdır ki, Həzrəti İbrahimə verir. Yəni, ümumiyyətlə danışsaq, imamət məqamı mənsəbi Allah tərəfindəndir. Və eynən Həzrəti Lutun cərəyanı kimi də İmam Əli əleyhissalam istəmir ki, imamət məqamına, mənsəbinə ki, ilahi bir məqam və mənsəbdir, xələl varid olsun. Necə? Belə ki, baxın, tarix boyu Ömər, Əbu Bəkri, Osman, Həzrəti Əli əleyhissalamla nə qədər düşmənçilik eləyibdi, hələ onu qoyaram kənara. Bəni Ümməyyə görün nə həddə düşmənçilik eləyibdi Həzrəti Əli əleyhissalama, nə qədər yalanlar uydurublar onların haqqında, Əhl-i Beytin Həzrəti Əli əleyhissalamın haqqında. Nə qədər düşmənçilik eləyiblər, nə qədər fəzilətləri yalana çıxıblar. Nə bilim, Bəni Abbas nə qədər düşmənçilik eləyibdi. Bu Vəhabilərin hətta alimləri görün nə həddə düşmənçilik eləyiblər Əhl-i Beyt ilə. İbn-i Teymiyyə, bu Vəhabilərin şeyxü şeytanları İbn-i Teymiyyə o qədər fəzilətləri gəlibdir, danıbdır ki, Albani, Vəhabilərin müasir alimləri dilə gəlibdir, deyir ki, mən bilmirəm bu İbn-i Teymiyyə, bu məsələn Şeyxül İslam, ki, şeyxü şeytandır, deyir, mən bilmirəm bu qədər mütəvatir olan, bu qədər səhih olan hədisləri necə axır edilə bilər? Yəni, bu nə danışıqdır ki, İbn-i Teymiyyə danışıbdır? Nə sözlərdir ki, burada yazıbdır? Yəni, bu cür bir düşmənçiliyi vardı Həzrəti Əli əleyhissalamın müqabilində olan adamların Həzrət Əli əleyhissalamı. İndi siz hesab eləyin ki, bu iş olardı. Həzrət Əli əleyhissalam Ümmü Külsumu Ömər ibn Xattaba verməzdi. Tutaq ki, belə bir evlilik olubdu. Ha, bu fərzlə deyirik. Tutaq ki, belə bir evlilik olubdu və əgər bu evlilik olmasaydı, Həzrət Əli əleyhissalam Ümmü Külsumu Ömər ibn Xattaba verməsəydi və Ömər ibn Xattab da 2 şahid gətirib Həzrət Əli əleyhissalamı oğru
hesab etsəydi, oğurluğuna şahidlik eləyib və onun əllərini kəssəydilər, siz hesab eləyin ki, indi nə olardı? Vəhabilər %100 bunu bilin. Şəkkiniz, şübhəniz olmasın ki, bax bu saatdan deyərdilər ki, sizin Mövlanız Əli var idi ha, o oğurluq etdi və orada oğurluq edəndə bizim Mövlamız Ömər ibn Xattab Əlinin əllərini kəsdirdi. Əlinin şahid gətirdi onun oğurluğuna və oğurluq etmişdi Əli əleyhissalam və onun əllərini kəsdirdi. Yəni inanın, mən Allaha and içirəm, Allahın izzətinə and içirəm. Niyə and içirəm? Buna görə ki, mən artıq bu insanları tanıyıram. Bu Vəhabi cərəyanatın, bunların alimlərinin o mürdar sözlərini oxumuşam. Bunlar Həzrət Əli əleyhissalamın fəzilətlərini cəl eləyib, yalana çeviriblər. Nə qədər fəzilətlərini danıblar, nə qədər düşmənçilik eləyib onun əleyhinə danışıblar. Yəni bunların hamısını bilirəm. Ona görə də and içirəm ki, bunlar yəni %100 bilin ki, bax günü bu gündən bu sözləri deyəcəklər. Deyəcəklər ki, sizin Əli oğru idi, amma bizim Ömərimiz gəldi və ədaləti icra etdi. Sizin Mövlanız Əlinin əllərini kəsdirdi. Niyə? Çünki oğru idi. Yəni bu cür bir insandılar, bu cür deyəcəkdilər.